Bax, biri Elon Musk'ın kitabı var. Elə söz ondan düşmüşkən. Musk yəni ən uşaqlıq dövründən SpaceX-i necə qurur. Ümumiyyətlə, əlində təsvir bu adamın cəmi 20 milyon pul olur. Cəmi 20 milyon? Yəni nə idi istəyirəm? O bugünkü varidatına baxanda adamın ilk kapitalı, PayPal-ı o yaradır, PayPal sistemini. Onu satır və 20 milyon pula, buna deyirlər ki, qardaş, 20 milyon pula Amerikada 20 dənə var. Tipik bizim düşüncəmizdir də. Ver kirayə şellən də, yəni budur, həyat budur. Musk deyir ki, yox, mən bunu istəmirəm. Mən yəni yatırım eləmək istəyirəm və ümumiyyətlə mövcud olmayan bir daha az rəqabət olan sistemə girmək istəyirəm və nə eləmirsə mən raket almaq istəyirəm. Yəni, amma adamın arzuları o vaxtdan buna doğru olur. Ona vaxt dəli kimi baxırdılar yəni. Hə, dəli kimi baxırdılar və hətta təsəvvür et ki, 20 milyon pulu raketlərin 4-ü partlayır, hansı ki uğursuz olur. Onun sonuncu 4-5 milyon pulu qalır, sonuncu. Və şirkətdə düşünürlər ki, yəqin ki, bu artıq bundan oyuna getməz də. Yəni. Deməli, təsəvvür elə ki, buna deyirlər ki, yəqin ki, daha bəssalam da alınmadı. Deyir, yox, onu da yatırır ora, sonuncu pulunu. Və beləcə uğur qazanır. Yəni, o Musk'ın oradan düz bugünkü milyardlara qədər gələn yoludur. Mən onu oxuduqca hər dəfə təsəvvür oxuyuram, bir 20 səhifə oxuyuram, qoyuram qırağa, deyirəm ki, mən adam deyiləm ki, buna baxanda, mən heç yaşamıram. Mən ümumiyyətlə yoxam bu dünyada. Yəni, onun o ambisiyalarına, həyat eşqinə və düşüncələrinə baxanda. Gedək. Bir dənə o baş Gedək, hə. Biraz özümüzü göstərək də, yəni, biz də varıq. Bu dayanıb və gedmir. Bu da dirəni belə. Yavaş. Yəni, gedmək istəyirsən, mən verdim bunu. Few moments later. Hələ deyir ki, bu getmir. Haradadır o? Get görüm onu. Buna deyirsən getmir. Tələsmə, saxla. Bu, çəkdiyi çıxmaq mı? Qardaşım, bu getməyi ondan betər. Hansını? Zarafatsız, bu vapşı götürüldü.